Cavadov'dur. Qarabağ komandasının heyəti Qurban Qurbanov bugün bu futbolçuları ilk 11-likdə, start 11-likdə meydançaya bıraxıb onlarla siz də tanış olun. Beləliklə qapıda Fərhad Vəliyev var, 1 nömrəli oyuncu, 2 Elnur Allahverdiyev, 4 Zaur Həşimov, 5 Maksim Medvedev, 7 Namiq Yusifov, 10 Emin İmaməliyev, 11 Rauf Əliyev, 14 Rəşad Sadıqov, 16 Rəşad Kərimov, 21 Georgi Adamya və 24 Admir Teli. Və qeyd etdiyimiz kimi Qarabağ komandasının baş məşqçisi gənc mütəxəssis Qurban Qurbanovdur. Kapitan sarısını isə qapıcı Fərhad Vəliyev daşıyır. Möhtəşəm dəstək var hər iki komandaya, xüsusən də meydan sahibləri Ağdamın Qarabağ klubunun futbolçularına. Bəli, hələ ki, bəlkə də mən deyərdim ki, Quzanlıda indiyə qədər keçirilən görüşlərdə belə bir ajyataj, belə güclü azarkeş dəstəyi olmayıb. Əgər ekranlarınızda da görürsünüzsə, qapıların arxasında da çoxlu sayda azarkeş var. Bunlar meydançada, tribunalarda yerləşə bilməyən, otura bilməyən azarkeşlərdir və hətta ayaq üstə qapı arxasından belə oyunu maraqla izləyirlər. Ağdamda, Quzanlı qəsəbəsində oyuna böyük maraq var və eyni zamanda 300-ə yaxın Xəzər Lənkəranlı azarkeşlər də qarşılaşmanı canlı izləmək üçün Quzanlı qəsəbə stadionuna gəlirlər. Beləliklə oyun artıq başlayıb və cərimə zərbəsini Qarabağ futbolçuları yerinə yetirdilər. İvan Piyexa topa zərbə indirdi. Emin İmaməliyev, təhlükəli bir hücum Adamya, lakin Kamran Ağayev Georgi Adamyanı qabıqlayır və topu ələ keçirir. İlk dəqiqələrdən Qarabağ futbolçuları oyuna fəal başlayıblar və ilk təhlükəli həmlə sayıla bilər bu hücum. Ancaq Kamran Ağayev Xəzər Lənkəran komandasının və milli komandamızın qapıcısı hər şeyi vaxtında ölçüb biçdi və irəli çıxaraq topu tutdu. Namiq Yusifov bugün Qarabağın əsas heyətində yer alıb. Aslan Kərimovun əvəzinə Qarabağın kapitanı bugün ehtiyatlı oyuncular skamyasında mübarizə aparacaq. Bir qədər zədəli idi və bu oyunda iştirak edib etməyəcəyi müəyyən deyildi və Qurban Qurbanov da bu futbolçuya ehtiyatda yer verir. Xəzər Lənkəran komandası Alan Lalinlə hücum qurur. Aydemir Quliyev, Ruslan Poladov, Deniz Kalinkov topu geriyə doğru göndərdi. Ruslan Poladov, Diego Souza, ona qarşı Namiq Yusifov mübarizə aparırdı. Deniz Kalinkov, Moldovalı futbolçu son vaxtlar xüsusən zədəsini bərpa etdikdən sonra Xəzər Lənkəran komandasının heyətində çox fəal oyun nümayiş etdirir. Kubok qarşılaşmasında Olimpik Şüvalan klubu ilə səfər görüşündə də qolun müəllifi Deniz Kalinkov oldu və eləcə də sonradan keçirilən oyunlarda da özünü ən yaxşı tərəfdən göstərdi. Kamran Ağayev, riskli bir oyun. Georgi Adamya Ağayevə mane olmağa çalışırdı. İlk dəqiqələrdən Qarabağ futbolçuları Xəzər Lənkəran komandasının hücumlarının qurulmasına imkan vermirlər və pressinglə rəqibi öz cərimə meydançasına doğru sıçışdırmaq istəyirlər. Fərhad Vəliyev tələsmədən topu tutur və onu dərhal öz komanda yoldaşına göndərir. Maksim Medvedev, Ağdam publikasının, Ağdam azarkeşlərinin ən sevimli futbolçularından biridir Maksim Medvedev. Topa ələ keçirir, ancaq daha sonra bir qədər onu özündən irəli buraxdı. Emeka Opara top meydandan çıxır və görüşün hakimləri bugünkü qarşılaşmanı Elçin Məmmədov idarə edir. Ona Vaqif Musayev və Ramiz Əsədov köməkli edirlər. Qarşılaşmanın 4-cü hakimi Teymur Fərhadovdur. Oyunda hakim inspektor funksiyasını Gülağa Cabbarov yerinə yetirir. AFFA nümayəndəsi isə futbol veteranımız Oktay Abdullayevdir. Bugünkü oyunu kifayət qədər azarkeş, kifayət qədər tanınmış futbol adamı, futbol mütəxəssisləri izləyir və yeri gəlmişkən oyunu izləyənlər arasında Qarabağın keçmiş futbolçusu, hazırda isə Hollandiyanın Twente komandasının şərəfini qoruyan, bəli, Hollandiya çempionu adına layiq görülən, Twente niyyətində Hollandiya çempionu olan Vaqif Cavadov da canlı olaraq izləyir. Öz komanda yoldaşlarını, keçmiş komanda yoldaşlarını görməyə, eləcə də Qarabağın növbəti oyunu izləmək üçün Quzanlı qəsəbə stadionuna gəlir. Əlbəttə ki, bir neçə ay bundan əvvəl Vaqif Cavadov məhz bu stadionda Qarabağın uğurları üçün çalışırdı. Və doğrudan da Qarabağın bu pillələrə gəlib çatmasında, son illərdə yaxşı oyun göstərməsində bu futbolçunun böyük əməyi var. Milli komandamızın da əsas futbolçularından biridir Vaqif Cavadov.
İlk dəqiqələrdən meydanın mərkəzində gərgin bir mübarizə gedir. Barışmaz bir mübarizə. Və əlbəttə ki, bunun əsas sirri oyunun əhəmiyyətindən ibarətdir. Oyun həddindən artıq çox əhəmiyyətlidir. Xüsusən də Xəzər Lənkəran komandası üçün. Bir qədər əvvəl qeyd etdim ki, Xəzər Lənkəran futbolçuları bugün bu oyunla çempion da ola bilərlər. Məsələ burasındadır ki, əgər Bakıda keçirilən Tofiq Bəhramovanın Respublika stadionunda keçirilən qarşılaşmada Bakı və Inter heç-heçə oynayarlarsa və Xəzər Lənkəran komandası Qarabağı məğlub edərsə, o zaman Xəzər Lənkəran sonra bir tur qalmış çempionluğunu elan edəcək və Azərbaycan çempion olacaq. Əks halda Xəzər Lənkəran komandasının məğlubiyyəti və heç-heçə qeyd alınarsa, çempionluq talihi son turda məlum olacaq. Çünki hazırda turnir cədvəlində Xəzər Lənkəran komandası 27 xalla birinci yerdədir. Inter komandası 25 xalla ikinci. Bakı futbolçuları 24 xalla üçüncüdürlər. Qarabağ komandasının 23 xalı var və Qarabağ 4-cü pillədə qərarlaşır. Rauf Əliyev cinahda ona qarşı çobudluq var və hakim cərimə zərbəsi təyin edir. Qarabağ futbolçuları standart vəziyyətdən istifadə edəcəklər. Oyunun artıq 6-cı dəqiqəsi gedir və hesab açılmayıb. Quzanlı Qəsəbə stadionunda möhtəşəm atmosfer var. Əla azarkeş dəstəyi və yəqin ki, televiziya tamaşaçıları da səslərdən, azarkeşlərin təzərrüatlarından da bunu hiss edirlər. Top qapı qarşısına göndərildi, ancaq orada Rahid Əmirquliyev topu uzaqlaşdırır. Yenidən Əmirquliyev topu ələ keçirir. Ancaq gənc futbolçuya qarşı kobudluq oldu. Elçin Məmmədov da oyunu saxladı. Və İyan Piyexa, Slovakyalı futbolçu oyuna başladı. Elnur Allahverdiyev, Rəşad Sadıxov. Qarabağın heyətində bugün çoxlu sayda itkilər var. Yəni, həddindən artıq böyük itkilərlə Qarabağ komandası bu qarşılaşmaya çıxıb. Gəlin diqqət yetirək. Heyətə diqqət yetirsək, zədəli olan Rəşad Sadiqov, Əfram İsmailov, Tural İskəndərov, Modar Məmmədov bu görüşdə iştirak etmirlər. Qapıya doğru zərbə və Kamran Ağayev top tutdu. Qarabağ komandasının növbəti təhlükəli hücumunu izlədik. İlk dəqiqələr əsasən meydan sahibləri, Ağdam futbolçularının üstünlük şəraitində keçir. Baxmayaraq ki, yenə də xatırladıram, Qarabağ komandası bu görüşə önəmli itkilərlə çıxıb. Və eləcə də bugün ehtiyatda olan Aslan Kərimov, Elvin Məmmədov bu futbolçular da əsas heyət oyunculardır, ancaq Qurban Qurbanov onları meydançaya buraxmır. Görünür hələ ki formada deyirlər. Vüqar Nadirov da yenicə zədədən qurtulub. Onu da ola bilsin ki, oyunun gedişində, bəlkə də ikinci hissədə artıq Qurban Qurbanov meydançaya buraxacaq. Və konkret oyun düzülüşünə gəlincə, şübhəsiz ki, digər futbolçuların əvəzinə meydançaya çıxan oyuncuların mövqeyində də dəyişiklik edilib. Yəni, Rəşad Sadıxov, Qarabağ komandasının aparıcı oyuncularından biri, mərkəz müdafiəçisi bugün meydanın mərkəzində dayaq yarı müdafiəçisi mövqeyində mübarizə aparır. Mərkəz müdafiəçiləri kimi isə Zaur Həşimovla Admir Teli oynayırlar. Qarabağ komandası alt açısını yerinə yetirəcək. Top meydandan çıxır. Növbəti out yerinə yetirilməlidir Maksim Medvedev tərəfindən. Medvedev topu Rauf Əliyev istiqamətinə göndərdi. Namiq Yusifov götürməsi bir qədər dəqiq alınmır. Rəşad Kərimov istiqamətinə yaxşı fikirləşmişdi, ancaq bir qədər də dəqiq oynasaydı, yəqin ki, çox təhlükəli bir hücum alına bilərdi. Ruslan Poladov. Admir Teli topu başla qəbul etdi. Elnur Allahverdiyevlə oynayır, ancaq Allahverdiyevin ötürməsi dəqiq alınmır. Emeko Opara, Rahid Əmirquliyevlə oynadı. Əmirquliyev Xəzər Lənkəran komandasının növbəti hücumuna başlayır. Deniz Kalinkov. Topu geriyə ötürmək olar. Kalinkov orada iki futbolçudan sıyrılmaq istəyir, ancaq Elnur Allahverdiyev irəliləməsinə imkan vermir Moldovalı futbolçunun. Moldova yığma komandasının da
əsas oyuncularından biridir. Kalinkov və Elnur Allaverdiyev. Hakim bildirdi ki, bu vəziyyətdə top məhz Kalinkovdan meydançanı tərk etmişdi. Bir qədər Moldovalı futbolçunun da etirazı ilə qarşılaşdı. Referi Ramiz Əsədov, daha doğrusu Laysman Ramiz Əsədov ancaq qərarını vermişdi. Laysman, Admir Teli topu irəliyə doğru göndərir. Rauf Əliyev topu qəbul edir, ancaq Piexa ona rahat hərəkət etməyə imkan yaratmadı. Emeka Opara və Admir Teli ilə fərdi mübarizədə Opara məğlub oldu. Admir Teli, Albaniyalı futbolçu, topu meydandan çıxarır və Ruslan Poladov topu yan xəttdən oyuna daxil edəcək. Rahid Əmirquliyevlə oynayır. Xəzər Lənkəran komandası getdikcə oyunda bərabərliyi, üstünlük arasındakı bərabərliyi təmin etmək istəyir. Ancaq Rahid Əmirquliyevin ötürməsindən sonra Xəzər Lənkəran komandasının heç bir futbolçusu topa toxuna bilmədi. Fərhad Vəliyev çətinlik çəkibindən topu tutdu, dərhal onu irəliyə doğru göndərir. Rahid Əmirquliyev, Ruslan Poladov. Hər iki komanda oyunun əhəmiyyətini dərk edirlər. Çünki Qarabağ komandası da qələbə qazansa, bu komandanın da çempionluq şansları xeyli artacaq. Ona görə də qələbə hər iki komanda üçün çox önəmlidir. Ruslan Poladov. Mərkəzə doğru ötürməsi, ancaq dəqiq ötürmə vermir. Emin İmaməliyev, təcrübəli futbolçu topu ələ keçirdi, ancaq çox qəribədir ki, Emin də bu epizodda düzgün qərar qəbul etmədi. O da qeyri-dəqiq ötürmə verir. Maria Santana Souza, Emeka Opara, Kalinkov. Topu qapı qarşısına göndərmək olar. Və qayda pozuntusu var. Elçin Məmmədovun fitiş edildi. Orada Deniz Kalinkovun, bəli, bu epizodda Deniz Kalinkovun qaydanı pozduğunu bildirdi baş hakim Elçin Məmmədov və cərimə zərbəsini Qarabağ futbolçuları yerinə yetirəcəklər. Fərhad Vəliyev cərimə zərbəsini vurmağa hazırlaşır. On 13-cü dəqiqə Qarabağ Xəzər Lənkəran qarşılaşmasında və hesab açılmayıb. Maria Souza, Kalinkov, ancaq topu itirdi Deniz Kalinkov. Rəşad Kərimov Elnur Allaveردiyevdən ötürməni qəbul etdi. Elnur Allaverdiyev özü topu ələ keçirir, eləməyə çalışır. Rahid Əmirquliyevlə mübarizəsi, ancaq orada bir qədər gərginlik var və hakim hər şeyə nəzarət edir. Hər iki futbolçunu yanına çağırdı və mümkün qədər sakit olmalarını istədi. Cərimə zərbəsi vurulacaq. Elnur Allaverdiyev Rahid Əmirquliyevlə mübarizədə qaydanı pozmuşdu baş hakim Elçin Məmmədovun fikrincə. İvan Piexa, Xəzər Lənkəran komandasının 77 nömrəli futbolçusu, cərimə zərbəsini yerinə yetirir. Namiq Yusifov, Diego Souza, Tomaş İneman. Xəzər Lənkəran komandasında da itki var, ancaq Qarabağ qədər deyil. Konkret olaraq Elvin Begiri, mərkəz müdafiəçisi, o hələ ötən tur Neftçi ilə qarşılaşmada zədələnmişdi və artıq ilk yarıda əvəz olunmuşdu və bugün də onun mövqeyində Tomaş İneman, Çexiyalı futbolçu mübarizə aparır. Emin İmaməliyev, Rauf Əliyev, Georgi Adamya, ancaq topu qəbul edə bilmədi. Ruslan Poladov, çox gərgin, əzimkar bir mübarizə gedir bu qarşılaşmada. Demək olar ki, meydanın hər qarışı uğrunda futbolçular var gücləri ilə mübarizə aparırlar və mövqe səhvinə, xüsusən də belə səhvlərə yol vermək istəmirlər. İvan Piexa, Diego Souza. Heç kim hətta zədə almaqdan da belə çəkilmir və istənilən mübarizələrdə çox kəskin, kobud, bir qədər sərt oynamağa çalışır futbolçular. Meydançanın vəziyyəti hər halda normaldır. Yəni əvvəlki qarşılaşmalarla müqayisədə bunu demək olar. Çünki xüsusən aprel ayının sonlarından başlayan yağmurlu hava şəraiti Uzanlı Qəsəbə stadionunun meydançasını da pis vəziyyətə salmışdı və bu oyuna qədər stadion rəhbərliyi də ot örtüyünün heç olmasa normal vəziyyətə salınması üçün əlindən gələni edib. Emin İmaməliyev,
Maksim Medvedev diagonal ötürməsi. Ruslan Poladov bir qədər düzgün mövqe seçmədi. Az qala top bitirəcəkdi və belə də olur. Elnur Verdiyev ancaq bir qədər əlbəttə ilk dəqiqələrdən futbolçular çox həyəcanlı görünürlər. Ona görə də bəlkə bu səbəbdən qeyri-dəqiq, olduqca tez-tez qeyri-dəqiq ötürmələrin şahidi oluruq. Hər iki komandanın ifasında bu hallar baş verir. Raidəmir Quliyev. Əsas mübarizə mərkəzdə gedir. Arda-arda itirilən toplar, hücumların yarımçıq qalması, ancaq qeyd edək ki, belə hallar heç də oyunun tempinə təsir göstərmir. Və sürətli oyunu nümayiş etdirməyə çalışırlar rəqiblər. Kalinkov cinahla irələməyə çalışır, ona qarşı Elnur Allahverdiyə mübarizə aparır. Ruslan Poladov. Ruslan Poladov. Kalinkov. Kalinkovun qüvvətli zərbələri var. Yəqin ki, Qurbanov bugün xüsusən müdafiəçilərinə tapşırıb ki, futbolçuya uzaqdan zərbə vurma imkanı verməsinlər. Ona görə də Qarabağ meydan sahiblərinin futbolçuları bu futbolçunu izləyirlər. Onu sərbəst hərəkət etməyə qoymurlar. Top meydandan çıxır. Maksim Medvedevlə Qarabağ futbolçuları alt atışını yerinə yetirəcəklər. Hakim bildirir ki, Maksim Medvedev alt atışını təkrarlamalıdır. Emin İmaməliyevlə oynuyor. Opara. Vladimir Teli. Emin İmaməliyev. Zaur Aşimov. Maksim Medvedev, Namik Yusifov. Yusifovun ötürməsi dəqiq deyil. Radomir Todorov. Top meydandan çıxmayıb. Qarabağın hücumu. Və Emin İmaməliyevlə təhlükəli hücum yarana bilər. Emin İmaməliyev topu irəliyə doğru göndərdi, ancaq sürətli bir ötürmə verdi. İrəlidə Georgi Adamya var. Ancaq Adamya üçün çox sürətli bir top oldu. Çox sürətli bir ötürmə oldu bu. Təhlükə sovuşur. Kamran Ağayev irəli çıxaraq topu tutmuşdur. Ruslan Poladovla Xəzərlənkəran komandasının növbəti hücumu başlayır. Mario Santana Souza istiqamətinə ötürmə, ancaq Elnur Allahverdiyev hər şeyə nəzarət edir. Bir qədər riskli hərəkət edir Elnur Allahverdiyev. Ötürməsi Adamya. Diego Souza topu ondan aldı. Todorov. Opara. Çox geriyə çəkilir Opara. Hələ ki, yarım müdafiəçilər bu futbolçunu, bu hücumçunu lazım qədər topla təmin edə bilmirlər. Məhz bu səbəbdən də özü bir qədər geriyə çəkilir, topu qəbul edib növbəti hücum qurmağa çalışır. Kalinkov. Radomir Todorov. Raidəmir Quliyev topu məhz Todorov istiqamətini ötürdü. Souza. Mario Santana Souza. Emek Opara. Souza. Lalin. Opara'nın zərbəsində top qapının yanından keçdi. Emek Opara. Nigeriyalı futbolçunun bu epizodda zərbəsi çox təhlükəli alındı. Təkrarı da izlədik. Xəzərlənkəran komandasının oyunda yaratdığı ilk təhlükəli qol vəziyyəti oldu. Mərad Vəliyev qüvvətli zərbə ilə topu irəliyə doğru göndərir. Qeyd etdiyimiz kimi Ünvank Premyer Liqasında bütün qarşılaşmalar bugün eyni vaxtda başlayır. Artıq 17-15-də bütün görüşlər start götürüb. Qəbələ Neftçi, Bakı Inter, Standart Karvan, Muğan Simurq və Turan Olimpik Şüvəlan oyunları turun digər qarşılaşmalarıdır. Və bildirək ki, İdman Azərbaycan kanalında canlı yayımlanan Qarabağ Xəzərlənkəran oyunundan əlavə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Bakı Inter qarşılaşması da Azərbaycan televiziyası ilə paralel olaraq canlı yayımlanır. Qayda pozuntusu var idi. Hakim Rauf Əliyevə qarşı kobudluğun olduğunu bildirdi. Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirdi, ancaq Xəzərlənkəran futbolçuları topu itirdilər. Daha sonra daha bir qayda pozuntusu oldu. Georgi Adamya. Adamya da sərbəst oynamaq imkanı vermir. Xəzərlənkəran komandasının futbolçuları
Çox təhlükəli bir oyuncudur. Vaxtı ilə məhz Ağasəlim Mircavadovun rəhbərliyi etdiyi Neftçi komandasında çıxış edib və Ağasəlim Mircavadov bu futbolçunun nəyə qadir olduğunu çox yaxşı bilir. Yəqin ki, onunla bağlı öz futbolçularına müəyyən tapşırıqlarını verib Ağasəlim Mircavadov. Xüsusən nəzərə alsaq ki, Georgi Adamya son vaxtlar Qarabağ niyyətində sanki əvvəlki formasını bərpa edib və çox yaxşı oyun nümayiş etdirir. Ötən tur Inter ilə görüşdə Georgi Adamya səfərdə Şəfa stadionunda keçirilən qarşılaşmada Qarabağın yeganə qoluna imza atdı və həmin oyunla Qarabağ komandası görüşdən 1-0 hesablı qələbə ilə ayrıldı. Fərhad Vəliyev. ...21-ci dəqiqə gedir. Fərhad Vəliyev topu qapçı vuruşu ilə oyuna daxil etdi. Diego Souza bir qədər sifətindən zədələnmişdi, ancaq hakim oyunu davam etdirdi. Sərt mübarizə idi, ancaq Elçin Məmmədov oyunu saxlamadı, görüşü davam etdirdi. Kamran Ağayev, Xəzər Lənkəran komandasının kapitanı və qapçısı topu oyuna daxil edir. Artıq Azərbaycan kubokunda həlledici oyunda hansı komandaların qarşılaşacağı məlumdur. Yeri gəlmişkən final oyunu, Azərbaycan kubokunun final qarşılaşması mayın 23-də keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda və həmin oyun İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. Və final qarşılaşmasında Bakı ilə Xəzər Lənkəran komandaları üz-üzə gələcəklər. Xəzər Lənkəran komandası yaran finalda 2 oyunun nəticəsinə görə Olimpik Şüalan klubunu, Bakı futbolçuları isə Inter komandasını mübarizədən kənarlaşdırdılar. Qapı qarşısında ötürmə. Zərbə vurmaq olar. Rəşad Sadıqovun zərbəsi və gol! Hesab açılır bu qarşılaşmada. Rəşad Sadıqovun zərbəsi ilə. Rəşad Sadıqov Qarabağ komandasının təcrübəli futbolçusu bu oyunda hesabı açdı. Görüşün 22-ci dəqiqəsində Qarabağ futbolçuları gol vururlar. Cinahdan çox gözəl ötürmə verildi və Rəşad Sadıqovun qüvvətli zərbəsinin şahidi oldu. Quzanlı Qəsəbə stadionunda möhtəşəm atmosfer var və qolun həyəcanı hiss olunur, qolun gözəlliyi hiss olunur. Epizodun təkrarını izləyirik. Rəşad Sadıqov qüvvətli zərbə və top qapıdan keçir. Kamran Ağayev bu epizoda heç cür mane ola bilmədi. Xəzər Lənkəran komandasının kapitanı nəyə görəsə hücum zamanı qayda pozuntusunun olduğuna görə hakimə öz etirazını bildirirdi və hakim bu epizoda görə Kamran Ağayevə sarı vərəqə göstərdi. Kamran Ağayev hisslərini cilovlaya bilmir və Elçin Məmmədov bu epizodda ona sarı vərəqə göstərdi. Beləliklə görüşün 23-cü dəqiqəsində Qarabağ futbolçuları hesabı açdılar. Rəşad Sadıqovun qolu qeydə alındı. Bəli, bu qol oyunda həyəcanı, marağı, gərginliyi bir qədər də artıracaq. Xəzər Lənkəran komandası çempionluq mübarizəsində çox həlledici qarşılaşmalardan birinə çıxıb və hazırda turnir cədvəlində liderdir. Bu oyunda məğlubiyyət heç cür Xəzər Lənkəran komandasının planlarına uyğun gəlmir. Ona görə də hazırda tam qüvvəsi ilə, bütün qüvvəsi ilə Xəzər Lənkəran komandası hücuma atılacaq. Fərhad Vəliyev topu tutdu və bu görüşdə əgər Qarabağ komandası qələbə qazanarsa, komandanın həm Avrokuboklarda oynamaq şansı çoxalır, eləcə də çempionluq şansı çoxalır. Cinahdan çox gözəl ötürmə verilmişdi və əvvəlcə Qarabağ komandasının orada olan futbolçuları topu bıraktılar Rəşad Sadıqov istiqamətinə və Rəşad Sadıqovun həmişə biz qüvvətli zərbələrinin və uzaq məsafələrdən gözəl qollarının şahidi olmuşuq. Bu oyunda da 23-cü dəqiqədə milli komandamızın liderlərindən biri olan futbolçu öz sözünü deməyi bacardı. Rəşad Kərimov cinahda növbəti hücum qurur. Adamya istiqamətinə ötürmə ancaq dəqiq alınmadı. Rahid Əmirquliyev topu ələ keçirir. Cinaha ötürmə. Kalinkov cinahını dəyişib. Alan Lalin ilə cinahını dəyişib və artıq Kalinkov sol cinahda mübarizə aparır. Alan Lalin isə sağ cinahda. Kalinkov bir qədər geriyə çəkildi. Təxminən mərkəzə yaxın bir nöqtədən topu Rademir Todorov ötürdü. Bələsində sırf real bir gol vəziyyəti yaratmamışlar. Komandalar nə Qarabağ, nə də
Xəzər Lənkəran komandası, ancaq əlbəttə ki bu qol yəqin ki artıq belə qol vəziyyətlərinin daha da çox olacağı anlamına gələcək. 23-cü dəqiqədə adi bir hücum zamanı böyük qüvvə ilə hücuma atıldı Qarabağ futbolçuları və Rəşad Sadıqovun gözəl qolu sayəsində hesabı açdılar. Radamir Todorov, Bolqarıstanlı futbolçu, Xəzər Lənkəran komandasının 21 nömrəli futbolçusu cərimə zərbəsini vuracaq. Birbaşa zərbə, ancaq Namiq Yusifov əvvəlcə Georgi Adamiyyə dəydi top. Daha sonra Namiq Yusifov topu uzaqlaşdırmaq istədi. Rəşad Kərimov topu meydandan çıxarır. Qol buraxdıqdan sonra xeyli fəallaşıb Xəzər Lənkəran komandasının futbolçuları. Diego Souza bir qədər inamsız oynadı. Rauf Əliyev. İndi təhlükəli əks hücumlarda Qarabağ futbolçuları ikinci dəfə Xəzər Lənkəranı cəzalandıra bilərlər. Halda müdafiədə bir qədər diqqətli olsa Xəzər Lənkəran komandası yaxşı olar. Emin İmaməliyevin ötürməsi, Rauf Əliyev zərbəsi. Lakin dəqiq alınmır. Hücum davam edir. Georgi Adamiyyə. Adamiyyə. Rəşad Kərimov. Namiq Yusifov. Zərbəsi top qapının üstündən keçir. Namiq Yusifovla Qarabağ komandası növbəti təhlükəli qol vəziyyətini yaratdı. Rauf Əliyevin cina ötürməsindən sonra zərbəsi bir qədər alınmır. Georgi Adamiyyə düşür top və daha sonra Adamiyyə hücumu davam etdirir və Namiq Yusifovun zərbəsini izləyirik. Cərimə meydançasında zədələnmiş futbolçular var idi. İvan Piyaxa ilə Rauf Əliyev. İkili fərdi mübarizə zamanı hər iki oyuncu meydançada geri yıxıldı və onların hər ikisi ayağa qalxdı. Hazırda meydanda mübarizəni davam etdirirlər. Diego Souza. Radamir Todorovla oynuyor. Mario Souza. Yenidən Todorov. Opara. Ancaq Fərhad Vəliyev top tutdu. Bir qədər müəmmalı bir vəziyyət idi. Sanki Opara topa əllə toxunmuşdu, ancaq hər halda hakim də epizoda o qədər də uzaq deyildi və oyunu davam etdirdi. Yəqin ki, Fərhad Vəliyevin topa ələ keçirməsi hakimin cərimə zərbəsi təyin etməməsinə səbəb oldu. Admir Teli topu qapıcısı Fərhad Vəliyevə göndərir. Riskli bir epizod. Fərhad Vəliyev topu irəliyə doğru vurdu, ancaq orada Rahid Əmirquliyev var idi. Mario Souza. Fərhad Vəliyev yəqin ki, irəli çıxacaq, bəli, hər şeyə nəzarət edir. Kalinkov istiqamətinə Mario Souza'nın ötürməsi, ancaq Kalinkov topa çata bilmir. 1-0, 23-cü dəqiqədə Rəşad Sadıqovun qolu ilə Qarabağ komandası öz meydanında Xəzər Lənkəranı məğlub edir 31-ci turun qarşılaşmasında. Fərhad Vəliyev topu qapıcı vuruşu ilə oyuna daxil etdi. Və qayda pozuntusu var. İvan Piyaxaya qarşı kobudluq. Cərimə zərbəsini Xəzər Lənkəran komandası Kamran Ağayevlə yerinə yetirir. Ruslan Poladovla oynuyor Ağayev. Alan Lalin. Oyuna başlayarkən Kalinkov sağ cinahda, Lalin isə sol cinahda qərarlaşmışdı və oyunun gedişində bəlkə də Ağasəlim Mircavadovun çox güman ki, tövsiyəsi ilə bu futbolçular cinahlarını dəyişdilər. Əslində, Alan Lalin bu cinahda çox vaxt mübarizə aparır. Bu oyunda bir qədər digər cinahda yaraşırdı. Elnur Allahverdiyevə sarı vərəqə göstərilir. Elnur Allahverdiyev qeyri-etik hərəkətinə görə sarı vərəqə aldı Elçin Məmmədov tərəfindən. Ruslan Poladov. Alt atışı yerinə yetiriləcək. Ruslan Poladov. Ruslan Poladov. Cərimə nəşəsinə daxil olmağa çalışır Ruslan Poladov. Lalin. Lakin top meydandan çıxır. Xəzər Lənkəran komandasının bu hücumu heç bir nəticə vermədi. Tələsmədən Fərhad Vəliyev topu oyuna daxil edəcək. Əlbəttə, hazırda hesab
Qarabağ komandasını qane edir. Elçin Məmmədov Fərhad Vəliyevdən bir qədər tez, cəld tərpənməsini istəyir. Fərhad Vəliyevin qapçı vuruşundan sonra top meydandan çıxdı. Elnur Allahverdiyev bir qədər emosional futbolçudur. Və əlbəttə ki, bu futbolçunun xüsusən altılığın ilk dövrəsində Ağdamda keçirilən oyunda qırmızı vərəqə alması da yada düşür. Həmin oyunda da çılğın, emosional hərəkətləri ilə diqqətlərə düşmüşdü Elnur Allahverdiyev. Georgi Adamya topu Emin İmaməliyev istiqamətində, amma Emin İmaməliyev bir qədər yubandı və nəticədə Xəzərlənkəran futbolçuları topu ondan uğurladılar. Kalinkov top meydandan çıxır. Əlbəttə belə oyunlarda ani bir ləng hərəkət dərhal rəqibin topu ələ keçirməsi ilə nəticələnə bilər. Ona görə də mümkün qədər ağıllı, sürətli oynamaq lazımdır. Emin İmaməliyev bir qədər əvvəl məhz ani bir ləngliyə görə topu itirdi. Soza. Hakim bildirir ki, Soza yerdən qalxmalıdır. Orada qayda pozuntusu yox idi. Ruslan Poladov. Diego Soza. Opara. Opara'ya zərbə vurmaq imkanı vermirlər Qarabağ futbolçuları. Opara topa zərbə vurur və Fərhad Vəliyev yerindədir. Hər halda zərbə vurmaq imkanı qazandı bu epizodda Nigeriyalı futbolçu. Çox təhlükəli və texnikalı bir oyuncudur. İvan Piyexa. Qarabağ hələ ki Tuzanlı qəsəbə stadionunda keçirdiyi oyunda yalnız bir dəfə məğlub olub. O da Bakı komandasına 1-4 hesabı ilə uduzub. Digər oyunlarda ya keçiş olub, ya da Qarabağın qələbəsi qeydə alınıb. Adamya. Rəşad Kərimov. Adamya geri oynuyor. Elnur Allahverdiyev var həmin istiqamətdə. Admir Teli. Risk etmədi topu. Fərhad Vəliyevə göndərmədi. Elnur Allahverdiyev ilə oynuyor. Rəşad Kərimov. Cinahdan yenidən Qarabağ futbolçuları hücum təşkil edirlər və top meydandan çıxdı. Alan Lalin. Topu meydandan çıxarmışdı. Elnur Allahverdiyev topu yan xəttdən oyuna daxil edəcək. Qarabağ komandasının 2 nömrəli futbolçusu. Rauf Əliyevlə oynayır. Rauf Əliyev yerdə qalır. Georgi Adam hücumu davam etdirir. Və cərimə zərbəsi. Əslində burada hücumu davam etdirmək olardı. Bəli, hücumu davam etdirmək olardı, ancaq hakim cərimə zərbəsi qeydə aldı. Gəlin birlikdə izləyək. Rauf Əliyev və İvan Piyexa bir qədər çobud hərəkət etdi. Daha sonra Georgi Adamya hücumu davam etdirirdi və hətta həmin epizod çox təhlükəli ola bilərdi. Çünki Georgi Adamya az qala qapçı ilə təkbətək çıxacaqdı. Ancaq Elçin Məmmədov başqa bir variantı seçdi. Cərimə zərbəsi təyin etdi və hazırda Rəşad Sadıqov yenə cərimə zərbəsini vuracaq. Hakim canlı sərtliyi müəyyən edilmiş məsafəyə doğru çəkir. Top Rəşad Sadıqov tərəfindən vurulacaq. Rəşad Sadıqovun ötürməsi və gol! Rauf Əliyev ikinci topu Xəzərlənkəran komandasının qapısına vurur. Oyunun 34-cü dəqiqəsində Qarabağ komandası ikinci topu Xəzərlənkəranın qapısına vurdu. Tuzanlı qəsəbə stadionunda möhtəşəm atmosfer, möhtəşəm azarkeş dəstəyi və izləyin, birlikdə izləyirik. Standart vəziyyətdən sonra Rəşad Sadıqovun ötürməsi və Rauf Əliyev ani bir toxunuşla topu qapıya göndərdi. 23-cü dəqiqə Rəşad Sadıqov özü fərqlənir. Oyunun 34-cü dəqiqəsində isə komanda yoldaşı Rauf Əliyevin fərqlənməsinə şərait yaradır Rəşad Sadıqov. Artıq vəziyyət bir qədər də çətinləşir Xəzərlənkəran komandası üçün. Bəli, Qarabağ futbolçuları bu görüşə çox fəal başladılar. 23-cü dəqiqədə vurulan qoldan sonra standart vəziyyətdən artıq 34-cü dəqiqədə fərqlənməyə bacarırlar.
Xəzər Lənkəran komandası artıq şokdadır. Birinci hissədə buraxılan 2 şok gol komandanı bəlkə də çempionluqdan edə bilər. Çünki bir daha xatırladıram, bu qarşılaşma çox əhəmiyyətlidir Xəzər Lənkəran komandası üçün. Hətta bu görüşdə qələbə qazanaraq digər oyunun nəticəsindən də asılı olaraq Xəzər Lənkəran komandası ölkə çempionatını da qazana bilər. Emin İmaməliyev Qarabağın hücumunu davam etdirir. Rauf Əliyev, Rəşad Sadıqov. Rəşad Sadıqov yerdə qalır, ancaq hakim oyunu davam etdirir. Qayda pozuntusu yox idi. Maksim Medvedev. İlk yarı və Qarabağ 2-0 hesabı ilə irəlidədir. Birinci hissənin başa çatmasına 9 dəqiqədən bir qədər artıq vaxt qalır. Meydanın mərkəzində Xəzər Lənkəran futbolçuları yenidən topu itirdilər. Georgi Adamya. Adamya topu özündə saxlayır. Rəşad Sadıqov, Adamya. Vaxtilə birlikdə Neftçi komandasına mübarizə aparıblar bu iki oyuncu və bir-birlərinin oyun üslubuna çox yaxşı bələtdilər. Alt atışı Qarabağ komandasınındır. Xəzər Lənkəran komandasının. Futbolçusu zədələnib, ona meydanın kənarında tibbi yardım göstəriləcək. Maksim Medvedev, Namiq Yusufovla oynayır. Meydanın mərkəzində Yusufov topu geriyə Admir Teliyə göndərdi. Teli, Elnur Allahverdiyev. Hələ ki, Qarabağ rəqibindən üstündür tüm komponentlərdə. Həm mübarizlik, həm əzmkarlıq, eləcə də qol vəziyyətlərinin istifadə olunması baxımından rəqibindən çox üstündür Qarabağ. Əlbəttə ki, doğma meydan amili Ağdamlılarda çox kömək edir. Bu stadionda möhtəşəm azarkeş dəstəyi ilə Qarabağ çox gözəl oyun nümayiş etdirir. Bugünkü oyunda oyunu təxminən 3000-4000-ə yaxın azarkeş izləyir. Rəşad Kərimov cinahdan yenə təhlükəli hücum ola bilər, ancaq oyundan kənar vəziyyət. Offside vəziyyəti qeydə alındı. Maria Souza. Qayda pozuntusu var. Sərt mübarizə gedir meydanın hər qarışı uğrunda. Deniz Kalinkov və çox vaxt çobudluqlar da qeydə alınır. Cəmi 2 sarı vərqə verilib hələ ki. Kamran Ağayev və Elnur Allahverdi. O da sərt oyun sayəsində deyil. Məhz hakimə qarşı etiraza görə həmin futbolçular cəzalandırılıblar. Out. Xəzər Lənkəran komandası yerinə yetirdi. Rahid Əmirquliyev. Ağasəlim Mircavadov həyəcanından artıq idman geyimini də soyundu. Əynindəki idman geyimini çox həyəcanlıdır bu baş məşqçi və hazırda onun hərəkətlərinə diqqət yetirirəm. Sanki özündə deyil, tez-tez əl-qol hərəkətləri, emosiyalı çıxışları ilə öz futbolçularına iradlarını bildirir və bütün komandasını irəli getməyə səsləyir. Əlbəttə ki, onsuz da məğlubiyyətin nə fərqi var ki, 2-0 və yaxud da digər böyük hesabla məğlub olasan. Ancaq riskə getməyə dəyər hər halda. Çünki çempionluq uğrunda çox gərgin savaş gedir hazırda meydanda. Cəhbə bölgəsində, Ağdamda, Quzanlı qəsəbə stadionunda Unibank Premyer Liqasının bu mövsüm üçün çempionluğun müəyyən olunmasında çox vacib qarşılaşmalardan birini izləyirik. Alan Lalin. Xəzər Lənkəran komandasının Honduraslı futbolçusu hazırda Qarabağın cərimə meydançasında yerdə qalıb. Həkimlər ona tibbi yardım göstərəcəklər və xərəklə Alan Lalin meydançadan çıxarılacaq. Reglamentə görə, qaydalara görə ona kənarda yardım göstəriləcək. Biz isə qolların təkrarını izləyirik. Rəşad Sadıqovun vurduğu birinci qol və daha sonra Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir. Rauf Əliyevin toxunuşu və top qapıdadır. 2-0 Qarabağ Xəzər Lənkəranı birinci hissənin başa çatmasına 6 dəqiqə qalmış məğlub etməkdədir.
Rəşad Sadıqov. Ötürməsi dəqiq deyil. Kobud səhvə yol verdi. Kalinkov topu ələ keçirir. Todorov. Opara. Opara'nın başla zərbəsi top qapıdan aralı keçi. Və Fərhad Vəliyev. Topu oyuna daxil edəcək. Ağdam şəhərində çox isti, bürkülü bir hava şəraiti var. Və futbol oynamaq üçün əla bir havadır. Ancaq əlbəttə ki, ani bir isti, bürkü futbolçuların mübarizəsinə təsir göstərir. Rəşad Kərimov Ruslan Poladovla mübarizədə yerdə qaldı və orada hər şey qaydalar çərçivəsində edilmişdi. Kamran Ağayev topu oyuna daxil edəcək. Bütün komanda yoldaşlarını irəli getməyə səsləyir Xəzər Lənkəranın kapitanı. Diego Souza. Emek Opara. Maksim Medvedev. Maksim Medvedev topu meydandan çıxartdı. Və bu hərəkət bəlkə də Xəzər Lənkəranın təhlükəli real bir qol vəziyyətini, bu vəziyyətin qarşısını aldı. Georgi Adamya, Emin İmaməliyev. İmaməliyevin diagonal ötürməsi, ancaq orada Qarabağ futbolçularından heç kim yox idi. Daha sonra Rəşad Kərimov həmin istiqamətdə öz mövqeyinə doğru getməyə çalışdı, ancaq gec idi. İvan Piyexa. Rahid Əmirquliyev. Ruslan Poladov. Opara. Elnur Allahverdiyev. Və qayda pozulur. Kalinkovla Elnur Allahverdiyevin mübarizəsi. Kalinkov orada artıq qayda pozuntusu verildikdən sonra Elnur Allahverdiyevin cərimə zərbəsi vurmasına maneçilik törədirdi və bu epizodda sarı vərəqə də ala bilərdi. Ancaq hakim şifahi xəbərdarlıqla kifayətləndi. Fərhad Vəliyev Qarabağ komandasının qapıçısı topu irəliyə doğru göndərdi. Və Tsvetkov meydançaya daxil olub Xəzər Lənkəran komandasında. Balqaristanlı futbolçu. İvan Tsvetkov. Alan Lalinin əvəzinə. Yəni Alan Lalin zədələndi, oyunu davam etdirə bilmədi. Əvəzində Balqaristanlı futbolçu Tsvetkov, İvan Tsvetkov meydançaya daxil oldu. Rəşad Kərimov. Qısa ötürmələrlə Qarabağ komandası mərkəzi keçdi. Adamya, İmaməliyev. Qapıya doğru zərbəsi, top Xəzər Lənkəran futbolçulara dəyir. Rəşad Kərimov mübarizəni davam etdirmək istəyir. Ona imkan vermirlər. Adamir Todorov topu uzaqlaşdırır. Ancaq Zauraşimov oradadır. Zauraşimov hücuma qoşulur. Zauraşimovun zərbəsi Kamran Ağayevin düz üzərinə gəldi top. İlk yarının sonuncu dəqiqəsi. Bir qədər sonra hakim oyuna nə qədər əlavə olunması barədə göstəriş verəcək. Xəzər Lənkəran komandası növbəti dəfə topu itirdi. Maksim Medvedev də Qarabağın növbəti hücum başlayır. Rauf Əliyev cərimə meydançasında İvan Piyexadan sıyrıla da bilərdi. Ancaq topu özündən xeyli irəli buraxdı. Dərhal Kamran Ağayev Ruslan Poladov topu ötürür. Kalinkov. Admir Teli. Namiq Yusifov. Rəşad Kərimov. Rəşad Kərimov məhz Xəzər Lənkəran komandasının keçmiş futbolçusudur. Hazırda keçmiş klubuna qarşı oynayır və məhz vaxtilə Ağasəlim Mircavadova lazım olmayan bir futbolçu bugün Qarabağ heyətində Xəzər Lənkərana qarşı çox əzmkar mübarizə aparır və oyunun ən fəal olan oyuncularından biridir.
Kalinkov. Poladov. Emeka Opara. Opara. Hələ ki topu özündə saxlayır. Son 1 dəqiqə oynanılacaq. Çünki hakim birinci hissəyə 1 dəqiqə əlavə edib. Georgi Adamya. Opara. Əlavə olunmuş dəqiqə başlayır artıq. Oparanın ötürməsi. Zavrashimov hava mübarizəsində bütün rəqiblərindən üstün oldu. Çox sərt bir mübarizə gedir meydanda. Bir daha xatırladım. Və Qarabağ komandası 2-0 hesabı ilə əldədir. Rəşad Sadıqov top itirdi. Fərhad Vəliyev və top meydandan çıxır. Hakim qapçı vuruşu işarə edir. Çox təhlükəli bir qol vəziyyəti yaşana bilərdi. Emeka Opara və Elnur Allahverdiyev orada fərdi mübarizə apardılar. Qapı qarşısına göndərilən top və top elə diqqətsizlikdən qapıya da vurula bilərdi. Elnur Allahverdiyev zədələnib, ancaq zədəsi ciddi deyil. Mübarizəni davam etdirə biləcək. Və yəqin ki, hazırda baş hakim Elçin Məmmədov ilk yarını başa vuracaq. Birinci hissədə Qarabağ 2-0 hesabı ilə irəlidədir. Beləliklə ilk yarı başa çatdı, hörmətli tamaşaçılar. İdman Azərbaycan kanalında canlı olaraq izlədiyiniz Qarabağ Xəzər Lənkəran görüşünün birinci hissəsində Qarabağ komandası Rəşad Sadıqov və Rauf Əliyevin qolları ilə 2-0 hesabı ilə irəlidədir. Biz fasiləyə yollanırıq, qısa fasilə. İkinci hissədə yenidən birlikdə olacağıq. Hörmətli tamaşaçılar, Ağdamdan, Quzanlı Qəsəbə stadionundan Qarabağ Xəzər Lənkəran qarşılaşmasından İdman Azərbaycan telekanalının canlı yayımı davam edir. Hazırda qolları izləyirsiniz. İlk yarıda vurulan qolları, hər iki qolu Qarabağ komandası Xəzər Lənkəranın qapısına vurdu. Əvvəlcə 23-cü dəqiqədə Rəşad Sadıqovun zərbəsi dəqiq alındı və 34-cü dəqiqədə Rəşad Sadıqovun yerini yetirdiyi cərimə zərbəsindən sonra bu dəfə Rauf Əliyev fərqləndi. Və 2-0 Qarabağ Xəzər Lənkəran qarşılaşmasında Ağdamda, Quzanlı Qəsəbə stadionunda keçirilən görüşdə Qarabağ futbolçuları irəlidədirlər. Artıq Xəzər Lənkəran komandasının oyuncuları hamısı meydançaya çıxmışdı. Qarabağ komandasının futbolçuları da yenicə meydançaya gəlirlər və bir qədər sonra hakim ikinci hissəni başladacaq. Qarabağın 2-0 hesablı üstünlüyü var. Bu oyun çempionluq baxımından çox önəmli bir qarşılaşmadır. Qarabağ komandası hazırda 4-cü yerdə gedir. Xəzər Lənkəran komandası turnirin cədvəlinin zirvəsindədir və buraya da Ağdamada lider kimi gəlib. Və bu görüşdə qələbə qazanmaqla Xəzər Lənkəran komandası çempionluq yolunda inamlı bir addım atmış olacaq və əlbəttə ki, digər oyunların nəticələrinə görə, digər oyunun nəticəsinə görə söhbət Bakı Inter görüşündən gedir. Həmin oyun nəticələnərsə, Xəzər Lənkəran komandası isə bu görüşdə qələbə qazanarsa çempion ola bilər. Ancaq hər şey hazırda əksinədir. Xəzər Lənkəran komandası rəqibinə 0-2 hesabı ilə məğlub olur. Və Qarabağ komandası bu görüşdə ilk yarıda tüm komponentlərə görə rəqibini üstələdi. Xəzər Lənkəran komandası ikinci yarıya başlayır. Beləliklə qarşılaşma başladı. Hər iki komandanın oyuncularına uğurlar arzulayırıq. Və heyətlər. Xəzər Lənkəran komandası. Qapını kapitan Kamran Ağayev qoruyur. 5 Diego de Souza, 6 Tomaş İneman, 7 Ruslan Poladov, 12 Alan Lalin, 14 Rahid Əmirquliyev, 15 Emeka Opara, 20 Deniz Kalinkov, 21 Radamir Todorov, 30 Mario Santana Souza, 77 Ivan Piexa. Qeyd edək ki, Alan Lalin oyunun birinci hissəsinin son dəqiqələrində zədələnərək meydançadan çıxdı və onun əvəzinə İvan Tsvetkov, 9 nömrəli Balqaristanlı futbolçu meydançaya daxil oldu. Və Xəzər Lənkəran komandasının baş məşqçisi Ağasəlim Mircavadovdur, təcrübəli mütəxəssis. Qarabağ komandasının heyəti qapını Fərhad Vəliyev qoruyur. Kapitan 2 Elnur Allahverdiyev, 4 Zavrashimov, 5 Maksim Medvedev, 7 Namiq Yusifov, 10 Emin İmaməliyev, 11 Rauf Əliyev, 14 Rəşad Sadıqov, 16 Rəşad Kərimov, 21 Georgi Adamya və 24 Ademir Teli. Qurban Qurbanovun bugün start heyətdə meydançaya buraxdığı futbolçulardır və Qarabağın baş məşqçisi qeyd etdiyimiz kimi Qurban Qurbanovdur. Qarşılaşmanı idarə edən hakimlər briqadası görüşün baş hakimi Elçin Məmmədovdur. Ona Vaqif Musayevlə Ramiz Əsədov kömək edirlər və oyunun 4-cü hakimi Teymur Fərhadovdur.
Qarşılaşmada hakim inspektor funksiyasını Gülağa Cabbarov daşıyır və oyunda AFFA nümayəndəsi Oktay Abdullayevdir. İkinciden zərbəni Deniz Kalinkovla Xəzər Lənkəran komandası vuracaq. Moldovalı futbolçu ikinci zərbəsini yerinə yetirir, top ötürülür. Emil Koparanın zərbəsi, ancaq zərbə alınmır. Daha sonra Tsvetkovdan Elnur Allahverdiyev topu aldı və onu dərhal irəliyə göndərir. Adamya rəqiblə mübarizə aparırdı Ruslan Poladovla. Ruslan Poladov topu Diego Souza'ya göndərdi. Birincisi haqqında kısaca nə demək olar? Oyun qarşılıqlı hücumlarla başladı və xüsusən bir faktı qeyd etmək lazımdır ki, meydanda barışmaz, sərt bir mübarizə gedirdi. Hər qarış uğrunda gərgin mübarizə, futbolçular sərt oynamaqla fərdi mübarizələrdə riskə getməyə həvəsliyidilər. Və belə mübarizələrdə əsasən erkən gol epizodlarında yaranmırdı, ancaq 23-cü dəqiqədə Qarabağ hesabı açdı. Hazırda Georgi Adamya qapıya doğru zərbə və top qapının yanından keçir. Təhlükəli bir zərbə oldu. Gürcüstanlı futbolçu ikinci hissənin əvvəllərində 46-cı dəqiqədə üçüncü topu da Xəzər Lənkəran komandasının qapısına vura bilərdi. Ancaq zərbəsində bir qədər dəqiqlik çatışmadı. Bəli, 23-cü dəqiqədə Qarabağ komandası adi bir hücumda sürətli hücum zamanı hesabı açdı. Cinahdan Rəşad Kərimovun ötürməsindən sonra Rəşad Sadıxov komanda yoldaşlarının buraxdığı topu təxminən 18-19 metr məsafədən qapıya doğru göndərdi və top dirəyə dəyərək çərçivəyə daxil oldu. Oyunun 34-cü dəqiqəsində isə bu dəfə Qarabağ komandası standart vəziyyətdən sonra fərqləndi. Rəşad Sadıxov bu dəfə cərimə zərbəsini yerinə yetirdi. Hazırda Rəşad Sadıxovun ilk qolunu görürsünüz ekranlarınızda və Rəşad Sadıxov bax bu epizodda topu qapı qarşısına göndərdi və ani bir hərəkətlə Xəzər Lənkəran komandasının müdafiəçilərini qabaqlayan gənc hücumçu Rauf Əliyev ikinci topu Xəzər Lənkəranın qapısına vurdu. Əslində Rauf Əliyev bir neçə dəfədə bundan əvvəl Xəzər Lənkəran komandasının qapısına qol vurub və onlardan biri bu mövsüm reallaşan oyunda hələ çempionatın ilk mərhələsində Quzanlı Qəsəbə stadionunda keçirilən görüşdə Rauf Əliyev Qarabağ Xəzər Lənkəran görüşündə yeganə qolun müəllifi olmuşdu. Başı ilə topu Xəzər Lənkəranın qapısına vurmuşdu və çempionatın ən gözəl qollarından biri idi bu qol. Cərimə zərbəsi vuracaq Qarabağ futbolçuları. Standart vəziyyətlər nəzərə alsaq ki, Ağdam futbolçularının ifasında çox təhlükəli alınır. O zaman bu vəziyyətdə də Xəzər Lənkəran komandasının müdafiə xətti çox ehtiyatlı oynamalıdır. Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirəcək. Ancaq onun cərimə zərbəsindən sonra Rahid Əmirquliyev topun qarşısını kəsdi. Emil Kopara, Tsvetkov, təhlükəli hücum reallaşa bilər. İvan Tsvetkov çox təcrübəli bir futbolçudur. Qapı qarşısına ötürməsi və Namiq Yusifov təhlükəni sovuşdurdu. Küncdən zərbə Xəzər Lənkəran komandası yerinə yetirəcək. İkinci hissədə mübarizənin daha gərgin, daha sərt keçəcəyi onsuz da məlum idi. Çünki Qarabağ komandası 2-0 hesabı ilə irəlidədir və Xəzər Lənkəran artıq riskə getməyə, bütün var qüvvəsi ilə hücuma atılmağa məhkumdur, əgər belə demək mümkünsə. Çünki itiriləcək onsuz da heç nə yoxdur. Əslində var, çempionluq itirilə bilər. Ona görə də Xəzər Lənkəran komandası bununla barışmaq istəmir. Qarabağ komandası isə əlbəttə ki, əgər üstünlüyü Xəzər Lənkərana versə, o zaman əks hücumlarla rəqibini yaxalaya bilər. Ruslan Poladov bugün çox fəaldır, xüsusən cinahlardan hücuma çox ciddi dəstək verir. Xəzər Lənkəran komandasının bu hücumu da nəticəsiz qaldı. İrəliyə doğru ötürülən top, Tomaş İneman hücuma qoşulmuş müdafiəçi qapı qarşısında topu ələ keçirməyə çalışdı. Xəzər Lənkəran komandasının Çerpiyalı mərkəz müdafiəçisi, ancaq top çox sürətli ötürülmüşdü. Bu oyunun əhəmiyyətini elə stadiona toplaşan azarkeşlərin sayından da görmək mümkündür. Stadionda oturmaq üçün bir dənə də olsun boş yer yoxdur. Bütün tribunalar dolub. Hətta həmin tribunalarda
oturmağı bacarmayan azarkeşlər qapı arxasından ayaq üstə bu maraqlı görüşü diqqətlə izləyirlər. Mario Santana Soza'nın topa başla toxunmasından sonra Fərhad Vəliyev topu ələ keçirdi. Bugün Unibank Premier Liqasının bütün qarşılaşmaları eyni gündə keçirilir və ilk yarılardan sonra bu oyundan əlavə digər görüşlərdə hesab bərabər idi. Qəbələdə keçirilən Qəbələ Neftçi görüşündə hesab açılmayıb, eləcə də Bakı Inter qarşılaşmasında da birinci hissədə qapılara qol vurulmamışdı. Standart Karvan görüşündə də hesab bərabərdir, 0-0. Yalnız Muğan Simurq görüşündə qol vurulub, ancaq tərəflər əliyə bir dəfə fərqlənirlər. Həmin oyunda da hesab bərabərdir, 1-1 və Turan Olimpik Şüvəlan qarşılaşmasında da qapılara qol vurulmayıb, hesab açılmayıb. Bir sözlə, yeganə görüşdür ki, Qarabağ Xəzərlənkəran komandası həmin oyunda hansısa bir rəqibin üstünlüyü var. Və Qarabağ komandası Xəzərlənkəranı hazırda 2-0 hesabı ilə məğlub etməkdədir. Kalinkovla Xəzərlənkəran komandası ikincidən zərbəni yerinə yetirdi. Daha doğrusu Tsvetkov idi bu və daha sonra Kalinkovun irəliyə doğru ötürməsi Fərhad Vəliyev yerindədir. Hələ ki Xəzərlənkəran komandasının ikinci yarıda üstünlüyü var, ancaq bu üstünlük real bir nəticə vermir. Maksim Medvedev Ağdam azarkeşlərinin ən sevimli futbolçularından biridir Maksim Medvedev və ona qarşı Rahid Əmirquliyev çobudluq etdi. Maksim Medvedevin irəliləməsinə imkan vermədi və hazırda Qarabağ futbolçuların növbəti standart vəziyyəti yerinə yetirəcəklər və lider oyunculardan biri Rəşad Sadıxov. Hamı bu oyuncuya meydançada hörmət edir, hamı bu oyuncunun yaxşı oynadığını bilir və bir çox hallarda top məhz hücumların qurulması üçün Rəşad Sadıxova verilir. Piyaxa topu meydandan çıxartdı və sarı vərəqə İvan Piyaxaya kobud oyununa görə. Qeyd edək ki, ilk yarıda hakim Xəzərlənkəran komandasından Kamran Ağayevə, Qarabağ komandasından isə Elnur Allahverdiyevə sarı vərəqə göstərir və Xəzərlənkəran komandasından ikinci bir futbolçu İvan Piyaxa sarı vərəqə aldı. Növbəti standart vəziyyət yerinə yetiriləcək. Yenə də topun qarşısında Rəşad Sadıxovdur. Top qapı qarşısına göndərildi. Bu dəfə müdafiəçilər diqqətli davrandılar. Bu oyunun əhəmiyyətindən və çempionluq uğrunda mübarizədə əsas qarşılaşmalardan biri olduğundan danışdım və təsadüfi deyil ki, azarkeşlərlə bərabər ölkənin bir sıra futbol funksionerlərinin, futbol mütəxəssislərinin diqqətində olan bir qarşılaşmadır. Bir sıra futbol veteranları, AFFA'nın rəsmiləri, eləcə də oyunu izləyənlər arasında Hollandiyanın Twente komandasının heyətində çempion olan, Hollandiya çempionluğunu qazanan, bir neçə ay əvvəl isə Qarabağın əsas oyuncularından biri Vaqif Cavadov da var. Hollandiya çempionatı artıq başa çatdığından o ölkəmizə qayıdıb və bu görüşü canlı olaraq stadiondan izləyənlər arasındadır Vaqif Cavadov. Vaqif Cavadovun keçmiş komanda yoldaşları isə hazırda meydanda əzmkarcasına mübarizə aparırlar. Hələ ki, bu gərgin mübarizədə onlar üstündülər. Opara topu özündən xeyli irəli bırakmışdı. Ancaq hər halda ötürmə verməyə imkan tapdı. Mario Santana Soza topu çox gözəl saxlayır. Rəşad Sadıxov qaydanı pozur. Cərimə zərbəsi vuracaq Xəzərlənkəran futbolçuları. Deniz Kalinkov standart vəziyyətlərin qonaq komandada ifaçısı cərimə zərbəsini vurmaq üçün həmin nöqtəyə doğru gəldi.
topu qapı qarşısından uzaqlaşdırırlar və daha sonra Rəşad Kərimov. Zaur Əşimovdan gözəl hərəkətlər. Azarkeşlərin alqışını qazanır təcrübəli futbolçu Zaur Əşimov. Bugün Rəşad Sadıqov qeyd edək ki, meydanın mərkəzində. Onun mövqeyində isə Zaur Əşimov mübarizə aparır. Emin İmaməliyev başı ilə sakitçi olaraq topu qapıcısı Fərhad Vəliyevə göndərdi. Fərhad Vəliyev isə tələsməyərək topu əlinə götürür və hazırda onu qüvvətli zərbə ilə irəliyə doğru vurur. Bəli, Qarabağ komandası niyyətində ciddi itkilər var. Elə bu oyundan əvvəl komandanın aparıcı oyuncularından biri hesab edilən milli komandamızın da üzvü Əfran İsmailov adi məşq prosesində çox ciddi bir zədə aldı və 2 aylıq sıradan çıxıb. Qeyd edək ki, qarşıdakı yoldaşlıq görüşlərində milli komandamızın may ayında Avstriyadakı təlim məşq toplanışında da Əfran İsmailov iştirak edə bilməyəcək. Qapıya doğru zərbə vuruldu və Fərhad Vəliyev yerindədir. Əfran İsmailovdan başqa Rəşad Sadiqov, Tural İskəndərov, Nodar Məmmədov da zədəlidirlər. Eyni zamanda Aslan Kərimovla Vüqar Nadirovun da zədəsi var idi. Vüqar Nadirov artıq zədədən qurtulub və Aslan da hazırda bu görüşdə ehtiyat oyuncular skamyasındadır. Ola bilsin ki, oyunun gedişində Qurban Qurbanov həm Aslana, həm də Vüqar Nadirova, Ağdam futbolunun getirməsi olan Vüqar Nadirova şans versin. Eləcə də Qarabağın digər aparıcı futbolçularından biri Elvin Məmmədov da bu görüşdə əsas heyətdə meydançaya çıxmayıb. Və onun mövqeyində Rəşad Kərimov oynayır. Bu futbolçuların yoxluğunda Zaur Əşimov, Emin İmaməliyev və Rəşad Kərimov əsas heyətdə mübarizə aparırlar və işdə əsas heyət yoldaşlarından geri qalmırlar əzimkar mübarizələrinə görə. İvan Piyexa, Rauf Əliyev az qala topu ondan uğurlayacaqdı və topu alır. Xəzər Lənkəranın 2 futbolçusunu aldatmağı bacardı Rauf Əliyev. Gənc futbolçu sürətlə irəliləyir. Qarabağ komandasının növbəti hücumu reallaşa bilər. Rauf Əliyev hələ ki topu özündə saxlayır və hücumun cinahını dəyişdi. Elnur Allahverdiyev, Rəşad Kərimov, yenidən Elnur topladı. Elnur, Rəşad Kərimovla oynuyor. Rəşad Sadıqov, Qarabağ komandası növbəti hücumuna çıxır. Rəşad Sadıqov, gözəl ötürməsi Emin İmaməlliyevə. Maksim Medvedev. Hələ ki topu özündə saxlayır Maksim. Emin İmaməliyev. Rauf Əliyev. Ötürməsi dəqiq alınmır. Ademir Teli top hələ də Qarabağ komandasının oyuncularındadır. İkinci hissədə artıq 15 dəqiqə də geridə qaldı. Artıq son 30 dəqiqədə komandalar meydançada mübarizə aparacaqlar. Xuzanlı Qəsəbə stadionunda keçirilən Qarabağ Xəzər Lənkəran qarşılaşması İdman Azərbaycan telekanalı ilə canlı olaraq futbol sevərlərə təqdim olunur. Unibank Premyer Liqasının ekskluziv yayım hüququna malik Azərbaycan televiziyası və İdman Azərbaycan kanalı bu mövsüm sizlərə bir-birindən maraqlı, bir-birindən rəngarəng oyunlar təqdim etdi və eləcə də bölgələrimizdən canlı yayımlar sizlərə təqdim etdik. Ağdamdan, Tovuzdan, Lənkərandan, Qəbələdən, Zakataladan olan canlı yayımlarımızla bir sözlə bu mövsümün bütün maraqlı məqamlarını sizlərə təqdim etməyə çalışdıq. Artıq Azərbaycan çempionatı da 2009-2010-cu mövsüm üçün yekunlaşmaq üzrədir və gələn tur mayın 15-i və 16-sında keçiriləcək oyunlarla Unibank Premyer Liqasına yekun vurulacaq və çempionun adı məlum olacaq. Eləcə də Avrokuboklarda mübarizə aparan komandalarımızın adlarına aydınlıq gələcək. Bir qədər əvvəl Xəzər Lənkəran komandasının heyətində dəyişiklik edildi. Kristian Kapral Deniz Kalinkovun əvəzinə meydançaya daxil olundu. Braziliyalı futbolçu. Kalinkov əlbəttə ki
son vaxtlar Lənkəran komandasının niyyətində fəal olan oyunculardan biri idi. Ancaq bu görüşdə onun oynamasına Qarabağ komandasının futbolçuları imkan vermədilər. Diego Souza. Emin İmaməliyev. Və topu meydandan çıxartdı Qarabağın təcrübəli futbolçusu. Alt atışını Xəzər Lənkəran futbolçuları yerinə yetirirlər. İneman, Todorov, Mario Souza, Todorov, İvan Svetkov. Çox ləng davranırlar Xəzər Lənkəran komandasının futbolçuları və belə ləng hərəkətlərlə əlbəttə ki 2-0'lıq nəticəni dəyişmək çox çətindir. Todorov, Emin İmaməliyev onunla mübarizə aparırdı və Todorov adi bir epizodda dəqiq ötürmə verə bilmədi. Alt atışını Qarabağ futbolçuları yerinə yetirdilər. Rauf Əliyev. Top ələ keçir Rauf Əliyev. Təhlükəli hücum reallaşa bilər. Rauf Əliyev bir futbolçundan sıyrıldı. Zərbəsi dəqiq alınmır. Xəzər Lənkəran komandasının müdafiə xəttində mübarizə aparan futbolçular bu dəqiqələrdə çox kobud səhvlərlə yadda qalırlar. Epizodu bir daha izləyirik. Mənə elə gəlir ki, bu epizodda komanda yoldaşına ötürmə versəydi Rauf daha yaxşı olardı. Özü top vurub, özü qol vurub və komanda yoldaşına fərqlənmək üçün imkan yarada bilərdi. İvan Svetkov mərkəzdə topa yiyələnir. Xəzər Lənkəran komandası əgər bir qol vursa, oyunda gərginlik daha da artacaq. Əslində heç-heçə də heç Xəzər Lənkəran futbolçularını qane etmir. Çünki onlar çempionluq uğrunda mübarizə aparırlar və bu görüşdə heç-heçə ən azı digər oyunun nəticəsinə görə Xəzər Lənkəran komandasının ikinci pilləyə düşməsinə də səbəb ola bilər. Qarabağ komandası qələbə qazanarsa və hesab arasındakı fərq azalır. Hesab arasındakı fərq azaldı. Mario Santana Souza. Buraxılan toplardan birinin əvəzini çıxdı. Hücumu izləyirik. Emek Kopara başı ilə topu Mario Souza'ya ötürdü və Souza'nın zərbəsi dəqiq alındı. İkinci hissənin 20-ci dəqiqəsində Xəzər Lənkəran komandası hesab arasındakı fərqi azaldır. Qolun müəllifi Mario Souza'dır. Rauf Əliyev istiqamətinə növbəti ötürmə, ancaq Kamran Ağayev irəli çıxdı və topu ələ keçirdi. Beləliklə qeyd etdiyim kimi Xəzər Lənkəran komandası bir qol vurandan sonra oyunda gərginlik, həyəcan daha da artacaqdır və belə də olur. Mario Santana Souza komandasının ilk qolunun müəllifi oldu bu qarşılaşmada və artıq Qarabağ futbolçuları da bir qədər fəallaşmalıdırlar. Üstünlüyü düzdür rəqibə veriblər, özləri bir qədər geriyə çəkiliblər. Əks hücumlarda öz şanslarını yoxlayırlar. Xəzər Lənkəran komandasının növbəti təhlükəli hücumu və Svetkov yerdə qalır. Hakim bildirir ki, ayağa qalxmalıdır. Balqarslanlı futbolçu, orada təhlükəli oyun yox idi. Qarabağ komandası niyyətində bir qədər sonra dəyişiklik ediləcək. Yəni Qurban Qurbanov da artıq hiss edir ki, bəzi oyuncularından bir neçəsi yorulub və onları əvəz etmək olar. Xüsusən də irəlidə Rauf Əliyevin bir qədər ləng davrandığını, artıq yorulduğunu hiss edirəm. Və yəqin ki, bunu Qurban Qurbanov da görür. Ola bilsin ki, Vüqar Nadirov və ya Elvin Məmmədovdan biri
meydançaya daxil ola bilər. Və Rauf Əliyev hazırda zədələnib. Rauf Əliyev zədələnib hazırda, onun komanda yoldaşı Georgi Adamya. Bəli, məhz 11 nömrəli futbolçu meydançadan çıxır, Rauf Əliyev. Və Elvin Məmmədov qeyd etdiyim kimi ehtiyatda olan Qarabağın əsas heyət üzvlərindən biri meydana daxil olacaq. Xəzər Lənkəranın qurduğu qolu ekranlara gətirdik təkrar epizodla. Emek Opara, hündür boylu futbolçu, hava mübarizəsində qalib oldu və topu Maria Soza'nın önünə tutulmayı bacardı və Maria Soza da bu imkandan lazımınca yararlandı. Elvin Məmmədov, Qarabağ komandasının 9 nömrəli futbolçusu meydançaya daxil olur. Hakim Elçin Məmmədov bildirir ki, bir qədər arxadan cərimə zərbəsi yerinə yetirilməlidir. Emin İmaməliyev, Ruslan Poladov, Elnur Allahverdiyev, Elvin Məmmədov mərkəzdə topu ələ keçirir. Adamya. Adamyanın ötürməsi, lakin orada Qarabağlı futbolçulardan heç kim yoxdur. Tələsərək alt açını yerinə yetirdilər Xəzər Lənkəran komandası. Kristian Kapral. Top meydandan çıxır. Ruslan Poladov. Diego Soza. Emek Opara. Yenidən Diego Soza. Xəzər Lənkəran komandası riskə getməyə məcburdur, ancaq bütün komanda ilə tam olaraq irəli getmir. Müəyyən ehtiyatlı oyun nümayiş etdirir. Hər halda təkrarən daha bir gol buraxmaq istəmir, çünki belə olan təqdirdə vəziyyət daha da gərginləşəcək. Ona görə də ehtiyatlı davranıb, rəqibin müdafiə xəttində boşluqlar yaratmaqla gol vurmağa üstünlük verir. Emek Oparanın ötürməsi. Qarabağın müdafiəçiləri topu uzaqlaşdırırlar. Diego Soza onun meydanın hər nöqtəsində görmək mümkündür bu futbolçunu. Dayaq yarım müdafiəçisi kimi mübarizə aparsa da cinahlara meyillənir. Və Qarabağ komandasının futbolçularından biri hazırda. Meydançada yerdə qalmışdı. Rəşad Kərimov idi bu. Ancaq ayağa qalxır və hazırda Todorov alt açını yerinə yetirdi. Xəzər Lənkəran komandası fair play qaydalarına uyğun olaraq topu meydandan çıxartdı, ancaq bir qədər əvvəl alt atışında anlaşılmazlıq olmuşdu. Elvin Məmmədov bilməyərəkdən topu meydandan çıxartdı. Onsuz da fair play qaydalarına uyğun olaraq Xəzər Lənkəran futbolçuları topu Qarabağa qaytaracaqdılar. Elvin Məmmədov mərkəzdə irəliyir. Georgi Adamya irəliyə doğru ötürməsi ancaq alınmır. Maria Soza. Xəzər Lənkəran komandasının növbəti hücumuna başlayır. Diego Soza irəliyir. Qapı qarşısında top ötürmək olar. Diego Soza'nın ötürməsi. Lakin orada Emek Opara topu qəbul etməkdə bir qədər gecikdi. Dərhal Qarabağın əks hücumu reallaşa bilər. Ancaq Tomaş İneman uca boylu müdafiəçi Gürcüstanlı futbolçunu, Qarabağın Gürcüstanlı legionerini qabaqladı. Ruslan Poladovla Xəzər Lənkəranın növbəti hücumu başlayır, ancaq burada qayda pozuntusu var və Qarabağ komandasında növbəti dəyişiklik ediləcək. Rəşad Kərimov meydançadan çıxarılır və onun əvəzinə Vüqar Nadirov oyuna daxil olacaq.
Beləliklə Ağdam futbolunun yetirməsi. Vüqar Nadirov meydançaya daxil oldu. Uzun illər Qarabağın heyətində çıxış edən futbolçudur. Bir ara Xəzər Lənkəran komandasında da mübarizə aparmışdı. Hazırda keçmiş komandasına qarşı oynayır desək yanılmarıq. Və cərimə zərbəsini bu epizodda olan qayda pozuntusundan sonra təyin olunan cərimə zərbəsini Qarabağ futbolçuları vuracaqlar. Bir daha xatırladırıq ki, bütün oyunlar 31-ci turda Unibank Premyer Liqasının ikinci mərhələsində 31-ci turda bütün oyunlar eyni gündə və eyni vaxtda başlayıb. Qəbələ Neftçi, Bakı Inter, Standart Karvan, Muğan Simurq və Turan Olimpik Şualan qarşılaşmaları. Hazırda həmin oyunlarda da ikinci hissələr gedir. Və ilk yarılardan sonra digər bütün qarşılaşmalarda, bu oyundan fərqli olaraq bütün qarşılaşmalarda hesab bərabər idi. Qeydək ki, Tofiq Bəhramoğlu Respublika stadionunda keçirilən Bakı Inter görüşü də Azərbaycan televiziyası ilə paralel olaraq sizlərə canlı olaraq təqdim olunur. Bir qədər əvvəl Radomir Todorovun zərbəsi dəqiq alınmadı. Georgi Adamiya, əlbəttə irəlidə o qədər də çox Qarabağlı futbolçu yoxdur, ona görə də bir qədər gözləmə mövqeyi ilə hücumlar qurmağa çalışırlar Qarabağ komandasının oyuncuları. Artıq üstünlük tam olaraq Xəzər Lənkəran komandasının tərəfinə keçib. Bu vəziyyətdə hesab 2-1 olan bir vəziyyətdə Qarabağ müdafiə olunur. Onsuz da ikinci yarıda vəziyyətin belə olacağını gözləmək olardı. Xəzər Lənkəran komandası gözlənilirdi ki, bütün komanda ilə hücuma atılacaq. Çünki bu görüşdə qələbə Xəzər Lənkərana çox lazımdır. Qarabağ komandası isə qələbə qazanmaqla həm çempionluq şansını artıra, eləcə də Avrokuboklarda mübarizə aparmaq şansını artıracaq. Ona görə də hər iki tərəf üçün əhəmiyyətli bir qarşılaşma izləyirik. Kristian Kapral iki futbolçudan sıyrıldı. Texnikalı bir oyuncudur. Ötürməsi ancaq düz Fərhad Vəliyev istiqamətinə. Əlbəttə belə bir vəziyyətdə qapıcılar topu ayaqları ilə verməz, əl ilə tutmalıdırlar. Asəlim Mircavadov həyəcanlı olaraq təcrübəli baş məşqçi, şöhrət ordenli Asəlim Mircavadov Xəzər Lənkəran komandasının baş məşqçisi oyunu böyük həyəcanla izləyir. Onun komandası hələ ki məğlub durumdadır. Son 15 dəqiqə Qarabağ Xəzər Lənkəran görüşündə. Namiq Yusifov. Top itirdi Qarabağ futbolçuları və dərhal da onu qazanırlar. İrəlidə Adamiya var. Vüqar Nadirov da heç o qədər də irəli getmir. Cinahda mübarizə aparır. Emin Məməliyev, Maksim Medvedev və oyundan kənar vəziyyət. Georgi Adamiya ofsaydda idi. Yan xətt hakimi tərəddüd etmədən bayrağını qaldırdı. Birbaşa olaraq Diego Souza tərəfindən qapıya göndərilən top ancaq dəqiq olmadı. Hakim Fərhad Vəliyevdən tələsməsini istəyir. Kapitan birinci hissədə də belə hərəkətləri ilə diqqətə düşmüşdü və ehtiyatlı olmalıdır. Şimdi istənilən an Elçin Məmmədov ona sarı vərəqə göstərə bilər. Bugün meydanda fair play qaydalarına uyğun olan sərt, ancaq maraqlı və əzimkar bir mübarizə izləyirik. Və hakimlik tərəfindən də heç bir problem yoxdur. Bunu səmimi olaraq deyirəm. Elçin Məmmədov hələ ki qarşılaşmada hər hansı bir kobud səhv buraxmayıb. Normal olaraq oyunu idarə edir və oyuna nəzarəti də əlində saxlamaq çalışır. Kristian Kapral, Diego Souza, Mario Souza ilə oynadı. Yenidən Diego Souza'ya top ötürülür. Ruslan Poladov, Tsvetkov,
Svetkov yerdə qalır, hakim oyunu davam etdirir. Elnur Allahverdiyev topu qazandı öz komandası üçün, ancaq dərhal da onu itirir. Xəzərlənkəran komandasının müdafiəçiləri Elnurun irəliləməsinə imkan vermədilər və dərhal Xəzərlənkəran komandasının təhlükəli hücumu reallaşa bilər. Mario Soziya zərbə vurmaq imkanı vermir. Admir Teli, Albaniyalı futbolçu. Rahid Əmirquliyev, Kristian Kapral. Birbaşa qapıya göndərilən top, ancaq dəqiq deyil. Bir daha xatırladaq, Xəzərlənkəran komandası 27 xalla birinci yerdədir. Interin 25 xalı var, Bakının 24, Qarabağın 23. Qarabağın növbəti hücumu, ancaq son anda ötürülən top dəqiq olmadı. Qarabağ bu oyunda qələbə qazanarsa xalını 26-ya yüksəldə bilər. Və əlbəttə ki, digər oyunun nəticəsindən asılı olaraq ikinci pilləyə də yüksələ bilər. Çünki Bakı-Inter görüşü heç-heçə başa çatsa, Interlə Qarabağ komandasının halları bərabərləşir. Belə olan halda isə şəxsi görüşlərə baxılacaq. Şəxsi görüşlərdə isə Qarabağ komandası Interdən üstündür. Çünki ikinci mərhələdə, ilk dövrədə Uzanlı Qəsəbə stadionunda keçirilən oyunda hesab bərabər olmuşdu 1-1 və Bakıda Şəfa stadionunda Qarabağ səfərdə rəqibini məğlub etməyi bacarmışdı. Ona görə bu baxımdan Qarabağ komandasının da çempionluq şansları xeyli artır və artıq sonuncu turda hər şey müəyyən olunacaq. Hətta Xəzərlənkəran komandası məğlub olarsa, digər oyunda keçə qeydə alınarsa, Xəzərlənkəran komandasının hələ də çempionluq şansı qalacaq. Çünki sonuncu turda Xəzərlənkəran Bakını öz meydanında qəbul edir. Və top meydandan çıxır. Ancaq Xəzərlənkəran futbolçuları bu oyunda məğlub olmaq istəmirlər. Əlbəttə, Bakı-Inter görüşündə hansısa komandalardan birinin qələbəsi Xəzərlənkəranın artıq işini çətinləşdirəcək. Əgər Qarabağ qələbə qazanarsa və Bakı-Inter oyununda hesab bərabər olarsa, o zaman sonuncu turda Qarabağın sonuncu tur əvvəsində Qarabağın 26, Xəzərlənkəranın 27, Bakı və Interin əliyə 26 və 25 xallar olacaq. Bu halda Xəzərlənkəran komandası Bakını məğlub edib digər oyunların da nəticəsini gözləməlidir. Bir qədər əvvəl Vüqar Nadirov, Qarabağ komandasının 17 nömrəli futbolçusu da sarı vərəq aldı. Və Qarabağ komandasının təhlükəli hücumu reallaşa bilər. 3 nəfər 2 nəfərə qarşı idi. Top ötürüldü, ancaq Georgi Adamyadan əvvəl Radomir Todorov topu ələ keçirdi. Bir qədər irəlidə çoxlu futbolçu saxlamır Qarabağ komandası. Bu da təbiidir. Komanda əsasən hazırda müdafiəyə diqqət yetirir. Son 9 dəqiqə. Xəzərlənkəran komandasının hücumları öz bərəsini verəcəkmi? Bunu qarşıdakı dəqiqələrdə görəcək. Elə ki, Qarabağın əks hücumu reallaşa bilər. Adamya rəqibindən sıyrıldı və təhlükəli hücum ola bilər. Ancaq təkdir Adamya. Rəqibindən sıyrılıb, qapıya doğru zərbə vuracaq. Orada yerdə qaldı və sonuncu futbolçudan sıyrıla bilmədi. Əgər sıyrılsaydı 100% qapıçıya təkbətək qalacaqdı və artıq gol şansları da artırdı Qarabağ komandasının. Mario Soza. Müdafiəçilər topu uzaqlaşdırırlar, ancaq Xəzərlənkəran komandasının hücumu davam edir. Rahid Əmirquliyev topu özündə saxladı Rahid Əmirquliyev. Svetkov qapı qarşısında ötürmə vermək olar. Svetkov
Ancaq top meydandan çıxır və hakim də bildirir ki, qapçı vuruşu ilə top oyuna daxil edilməlidir. Çretkovdan top meydanı tərk etmişdi. Emin İmaməliyev penalti nöqtəsi yaxınlığında yerdə qalıb. Hakim tibbi yardım briqadasını, Qarabağın tibbi yardım briqadasını meydançaya dəvət edir. Qarabağın təcrübəli futbolçularından biri zədələnib. Görünür zədə ciddidir. Adətən hakim belə epizodlarda futbolçuların yanına gəlir və onların zədəsinin ciddi olub-olmadığı ilə maraqlanır və bir qədər məsləhətləşdikdən sonra futbolçunun tam olaraq ehtiyacı olduğu halda tibbi yardım briqadası meydançaya daxil olur. Ancaq bu vəziyyətdə görünür zədə ciddidir və tərəddüd etmədən dərhal həkimləri meydançaya çağırdı baş hakim Elçin Məmmədov. Xəzərlənkəran komandasında isə daha bir dəyişiklik edildi. Üçüncü dəyişiklik və meydançaya Ceyhun Sultanov çıxdı. Artıq tam olaraq riskə gedir Ağasəlim Mircavadov və Ruslan Poladovu, cinah müdafiəçisini meydandan çıxararaq onun əvəzinə hücuma meyilli yarım müdafiəçi Ceyhun Sultanovu meydana daxil etdi. Son silahından da istifadə etməyə çalışır təcrübəli mütəxəssis Ağasəlim Mircavadov. Fərhad Vəliyev top oyuna daxil edəcək. Bir qədər sonra Qarabağ komandasının heyətində də dəyişiklik olacaq. Aslan Kərimov meydançaya çıxmağa hazırlaşır. İndiyə qədər Qarabağ və Xəzərlənkəran komandaları Azərbaycan çempionatlarında 13 dəfə qarşı-qarşıya gəliblər. Çox maraqlıdır ki, bu oyunlarda 6 dəfə Qarabağ və 6 dəfə Xəzərlənkəran komandaları qələbə qazanıblar. Bir oyunda seçəcə qeydə alınıb. Ona görə də hər hansı bir komandanın Qarabağ-Xəzərlənkəran görüşlərində hər hansı bir komandanın bu cütlükdə indiyə qədər keçirilən oyunlarda üstün olmasını demək çətindir. Sözlə bərabər səviyyəli mübarizə gedir. Və həmişə də prinsipial olub Qarabağ-Xəzərlənkəran görüşləri. Və əlbəttə ki, Qarabağ komandası bu oyunda qalib gələrsə, Kubokda Qarabağa Kubokda Xəzərlənkərana məğlubiyyətin əvəzini tam olaraq çıxmış olacaq. Kubok mübarizəsində Xəzərlənkəran komandası Qarabağı 2 oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıra bildi. Qarabağ komandası isə bu oyundakı qələbəsi ilə Xəzərlənkəranı çempionluqdan edə bilər bəlkə də. Qapı qarşısına göndərilən top və qayda pozulur. Hakim Elçin Məmmədov bildirdi ki, orada Xəzərlənkəran komandasının futbolçuları hücum edərkən qayda pozuntusuna yol vermişlər. Və Vüqar Nadirov çox maraqlı bir dəyişiklik idi. Meydançaya yenicə daxil olmuşdu. Çox maraqlıdır. Bəlkə də əvvəlki zədəsini təzəliyib. Qurban Qurbanovun bu əvəz etməsi doğrudan da çox müəmmalıdır. Bəlkə də yarım müdafiəni gücləndirməyi nəzərdə tutulur. Ancaq Vüqar Nadirov lap yenicə meydançaya çıxmışdı və onun məhz əvəz olunmasını bir qədər həm azarkeşlər, həm də yəqin ki, televiziya tamaşaçıları çox maraqlı qarşıladılar. Artıq son 5 dəqiqədə komandalar meydançada mübarizə aparacaqlar. Qarabağ Xəzərlənkəran görüşündə hesab 2-1 Qarabağ komandasının xeyrinədir. Diego Souza. Fərhad Vəliyev irəli çıxaraq topu tutdu. Dərhal onu irəliyə doğru göndərir. Burada Georgi Adamya var. Georgi Adamya ancaq İvan Piexa ilə mübarizədə top itirdi. Piexa diagonal ötürmə verir. Elnur Allahverdiyev başla topu qarşılayır. Edin Məmmədov.
Diego Souza. Meydanda ən fəal olan Xəzər Lənkəranlı futbolçulardan biridir. Maksim Medvedev topu qarşıladı. Georgi Adamya. İnemandan sıyrılmağa çalışır. İneman topu geriyə göndərir. Kapitan Kamran Ağayev. Yəqin ki, hakim də oyuna ən azı 4 dəqiqə əlavə edəcək. Çünki dəfələrlə bu görüşdə bəzi futbolçuların zədələnməsi ilə eləcə də əvəz etmələr də olub. Ona görə müəyyən vaxt itkisinə yol verilib. Bir qədər əvvəl oyundan kənar vəziyyət qeydə alınmışdı Xəzər Lənkəran komandasının hücumu zamanı. Ona görə də hakim görüşü saxladı. Artıq əsas vaxtın başa çatmasına 2 dəqiqə 50 saniyə qalır. Xəzər Lənkəran komandası tüm komanda ilə irəli getməyə çalışır. Fərhad Vəliyev. Əlbəttə ki, belə epizodlarla vaxt qazanır komandası üçün. Qələbə qazanmaq üçün vaxt qazanır. Son dəqiqələrdə Qarabağ tam olaraq müdafiəyə çəkilib və əks hücumlarla mübarizə aparır. Elvin Məmmədov cinahdan sürətli hücum alına bilər. Qapı qarşıda ötürmə. Qapıya doğru zərbə vurmağa Emin İmaməliyevə imkan vermirlər. Qarabağ komandasının 10 nömrəli futbolçusu bu epizodda fərqlənə bilərdi. Ancaq zərbəsi dəqiq alınmadı və Emin İmaməliyev həmin nöqtədə yerdə qalır. Kamran Ağayev onun yanına gəlir. Zədələnib bu futbolçu. Xəzər Lənkəran komandasının futbolçuları topu meydandan çıxarmadılar və Elçin Məmmədov Emin İmaməliyevin yanına gəldi. Kamran Ağayev çalışırdı ki, Emin İmaməliyevin ayağa qalxmasına imkan yaratsın. Və komanda yoldaşları hələ ki Eminin yanına gəlməyiblər və gördüyünüz kimi iki futbolçu arasında gərginlik yaranır. Diego Souza. Sarı vərəqə. Emin İmaməliyevə bir qədər öz etirazını bildirdi və Emin İmaməliyev də bundan istifadə edərək özünü yerə attı. Əlbəttə ki, futbolda dəfələrlə müşahidə olunan bir haldır. Adətən futbolçular belə epizodlarda müəyyən hərəkətlər edərək rəqibin sarı vərəqə almasına imkan yaratmağa çalışırlar. Və əlbəttə ki, yenə də müəyyən vaxt itkisi oldu. Yəqin ki, bütün bunları baş hakim Elçin Məmmədov nəzərə alacaq. Emin İmaməliyev yerdə qalıb və bütün dünyada futbol oyunlarında müşahidə olunan bir vəziyyətdir. Və Diego Souza onu ayağa qaldırmağa çalışır. Əslində toxunuş oldu. Tamamilə doğru bir sarı vərəqədir. Uzaq kameradan, uzaq rakursdan bunu görmək bir qədər çətin idi, ancaq yaxın kameradan gördünüz ki, Diego Souza hətta bu epizodda futbolçuya qırmızı vərəqədə göstərmək olardı. Sərt şəkildə Emin İmaməliyevlə onun mübarizəsi, sərt reaksiyası və Elçin Məmmədov da bu epizodda həmin oyuncuya sarı vərəqə göstərdi. Elvin Məmmədovla Qarabağ komandasının növbəti hücumu başlayır. Ancaq topu itirdi. Elvin Məmmədov dərhal da Xəzər Lənkəran futbolçuları onu öz komanda yoldaşlarına göndərirlər. Artıq Kamran Ağayev də xeyli irəli çıxıb. Son 3 dəqiqədə komandalar meydançada mübarizə aparacaqlar. Son 3 dəqiqədə Emin İmaməliyev. Elvin Məmmədov topa çata bilmədi. Top meydandan çıxır. Əlavə olunmuş 3 dəqiqə gedir. Qarabağ Xəzər Lənkəran görüşündə Qarabağ komandası 2-1 hesabı ilə irəlidədir. Rahid Əmirquliyev. Fərhad Vəliyev. Heç kim orada ona mane olmurdu və Fərhad Vəliyev rahat bir şəkildə topa yiyələndi. Qarabağ sədaları Ağdamda, Quzanlı qəsəbə stadionunda azarkeşlərin möhtəşəm dəstəyi davam edir. Və ekranlarınızda Qarabağ sevərləri görürsünüz. Cəbhə bölgəsində, Ağdam bölgəsində Qarabağ komandası öz ev oyunlarını keçirir və bu oyunda qələbə qazanmaqla növbəti dəfə öz azarkeşlərini sevindirə bilər. Bunun üçün son 2 dəqiqədə Qarabağ futbolçuları mübarizə aparmalı və rəqibin fərqlənməsinə imkan verməməlidirlər. Radomir Todorov Kristian Kapral'la oynuyor. Kapral'ın ötürməsi. Zaur Əşimov topu meydandan çıxardır.
Diego Souza topu ötürdü, ancaq top meydandan çıxır. Və daha bir imkan Xəzər Lənkəran komandası tərəfindən əldən verilir. Son dəqiqələrdə əslində Cənub təmsilçisi çox fəal olmalıdır, çünki onlar oyunda məğlub durumda olan komandadılar və çox fəal olmalıdırlar. Ancaq təbii ki, yorğunluq amillərini də nəzərə almaq lazımdır. Xəzər Lənkəran komandası ikinci sənə tam olaraq hücumda keçirib və bu istər-istəməz çoxlu sayda fiziki qüvvənin xərclənməsi anlamına gəlir. Ona görə də belə vəziyyətlərdə istərsiniz hücum edən komanda daha çox fiziki qüvvə sərf edir. Onların da yorğunluq amillərinə diqqət yetirmək lazımdır. Qarabağ komandası alt atışını yerinə yetirdi. Artıq əlavə olmuş dəqiqələr də başa çatmaq üzrədir. Daha bir təhlükəli hücum. Qapı qarşısına top götürülür. Diego Souza, Rahid Əmirquliyev, Svetkov ötürməsi, ancaq Xəzər Lənkəran futbolçularından orada heç kim yox idi. Todorov son 20 saniyə əlavə olmuş dəqiqələrdə. Daha çox hava ötürmələri ilə Xəzər Lənkəran komandası uğur qazanmağa çalışır. Bir dəfə bu imkandan istifadə olundu. Mario Santana Souza. Və beləliklə oyun başa çatdı, hörmətli tamaşaçılar. Ağdamda, Tutallı Qəsəbə stadionunda keçirilən görüşdə Qarabağ komandası Xəzər Lənkəranı 31-ci turda 2-1 hesabı ilə məğlub etdi. Və hazırda Qarabağ sevərlər, Qarabağ komandasının azarkeşləri qələbəni bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər. Biz isə qolları izləyirik. İlk topda Rəşad Sadıqovun uzaqdan gözəl zərbəsi, 1-0 daha sonra Rəşad Sadıqovun cərimə zərbəsini yerinə yetirməsi və Rauf Əliyevin vurduğu ikinci qolu izləyirik. Və ikinci hissədə Diego Souza'nın ötürməsi, Emeko Para başı ilə topu komanda yoldaşı Mario Santana Souza'ya göndərir və Souza dəqiq zərbə ilə komandasının yeganə qolunu vurur. Beləliklə 31-ci turda Qarabağ komandası öz meydanında Xəzər Lənkəranı 2-1 hesabı ilə məğlub etdi. Biz isə reportajımızı yekunlaşdırırıq. Bugünkü reportajın rejissoru Səfər Əliyev idi. Oyunu Rəşad Rafiqoğlu şərh etdi. Sağ olun, növbəti futbollarda görüşənə də hörmətli tamaşaçılar.